Qadın həndbolçuların ölkə çempionatında lider Azaryol Qarabağı qəbul edib. Meydan sahibləri ən yaxın izləyicisi olan rəqibini məğlub edəcəyi halda çempionluğa bir qədər də yaxınlaşacaqdı. Lakin Qarabağ həndbolçularının inamlı oyunu Azaryolun bu istəyinin reallaşmasına imkan verməyib. Nominal qonaqlar ilk hissəni 19-17 hesabı ilə öndə tamamlayıblar. Fasilədən sonra qarşılaşma xala-xal prinsiplə davam edib. Maçın sonuna saniyələr qalmış Yelena Smirnovanın dəqiq zərbəsi Qarabağa qələbə qazandırıb. 33-32. Həndbolçuların yarışında da liderin məğlubiyyəti diqqət çəkib. Mingəçevir təmsilçisi səfərdə Bakı ilə bacarmayıb. Oyuna yaxşı başlayan Paytaxt klubu fasiləyə kimi böyük üstünlük əldə edib. 16-10. İkinci hissədə Kür bir qədər fəallasa da uğur qazana bilməyib. Bakı rəqibinə 28-25 hesabı ilə qalib gəlib.